أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على Muhammed və ali Muhammed və accil fərəcəhum. Əziz dostlar, hər birinizi Səhifə-i Səccadiyyə mövzusunda 11-ci dərsimizdə xoş gördük. Allah Taala hər birimizi Əhl-Beyt yolunda sabit qədəm qərar versin. İmam Səccad əleyhissalam duanın ardıcan buyurur ki: وَجَعَلَ لَنَا الْفَضِيلَةَ بِالْمَلَكَةِ عَلَى جَمِيعِ الْخَلْقِ فَكُلُّ خَلِيقَتِهِ مُنْقَادَةٌ لَنَا بِقُدْرَتِهِ وَسَائِرَةُ إِلَى طَاعَتِنَا بِعِزَّتِهِ. Buyurur ki, Allah Taala bütün məxluqatı bizim əmrimizə verməklə bizi üstün qərar verdi və bütün məxluqatı Allahın qüdrəti ilə bizim əlimizdə qərar verdi. Onun izzəti sayəsində bizim itaətimizdədir bütün məxluqat. Ardıncan buyurur: "Velhamdülillahi'llezî əğləqə annâ bâbel hâcəti illâ ileyh. Fekeyfe nutiqu hamdehu emmete nuazzi şükrahu la meta." Buyurur ki, həmd o Allaha məxsusdur ki, bizi özündən başqa heç kəsə ehtiyaclı qərar verməyibdir. Onun həmdini, şükrünü necə yerinə yetirə bilərik? Nə zamana qədər onun həmdin yerinə yetirib qutara bilərik? Heç bir zaman. Allah əlbəttə ki, əzəmət və qüdrət sahibidir və bütün varlıq aləmini əhatə etmişdir. Şübhəsiz ki, bütün aləm ona möhtacdır. Kim Allahı dərk etsə, onu tanımaq üçün addımlar atsa, onun özünün hər bir şeyinin, yaşayışının, həyatının, vücudunun, hərəkətinin, hər bir şeyinin Allahdan olduğunu anlayar və Allahdan başqa ehtiyacları təmin edən heç bir qüdrət, heç bir qüvvə yoxdur. Deməli, əslində bu aləmdə bütün işlər, hərəkət edici bütün qüvvələrin əsl təsir edici qüvvəti, qüdrəti yalnız və yalnız uca və əzəmətli Allahdır. Qalan varlıqlar hər biri sadəcə olaraq vasitə rolunu oynayır. Yəni kimsə başqasına yardım edirsə, kiminsə başqasına ehtiyac yaranırsa və kiminsə ehtiyacını başqa hər kimsə təmin eləyirsə, bu sadəcə olaraq Allahın vasitə qərar verdiyi şəxsdir və əsl ehtiyacları təmin edən, əsl qüdrət sahibi təbii ki, uca və əzəmətli Allahdır. Müqəddəs Quran-ı Kərimin Fatir surəsinin 15-ci ayəsində Allah Taala buyurur ki: "Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhannas, ey insanlar, entumul fuqarau ilallah. Siz hər biriniz Allaha nisbətdə fəqirsiniz. Vallahu huve ganiyyul hamid. Həqiqətən qəni, yəni zəngin və həmd olunan yalnız və yalnız Allahdır." İmam Sadiq əleyhissalam mübarək hədislərinin birində buyurur ki, insanların bir-birinə ehtiyac üzündən ağız açmağını, xahiş etməsini Allah Taala bəyənmir. Lakin Allahdan istəməklərini Allah Taala çox sevir. Allah Taala hər şeyi ondan istəməyi tələb eləyir və istəyir. Təbii ki, bu sözlər ona dəlalət edir ki, insan özünü başqasının müqabilində zillətə salmasın. Lakin ümumi şəkildə insanların bir-birinə qarşı ehtiyaclarının olması, bir-birindən xahiş etmələri, nəsə istəməkləri, bunun heç bir müşkülü yoxdur. Hətta İmam Hüseyn əleyhissalam buyurub ki, insanların sənə olan ehtiyacı Allahın sənə olan rəhmətidir. Bihar-ül Ənvarda bir hədis də vardır. İmam Səccad əleyhissalamın yanına bir nəfər gəlir və o həzrətə sual eləyir. Qalə bihəzrətihi raculun. İmam Səccad əleyhissalama bir iki sual verir. Allahümmə əğnini an xalqikə. Yəni bir nəfər İmam Səccad əleyhissalamın yanında belə bir dua eləyir. Buyurur ki, İlahi, məni yaratdıqlarına möhtac eləmə.
Allahümme əğnini an xalqikə. İmam Səccad əleyhissalam orada belə buyurdu. Fəqalə əleyhissalam leysə həkəzə. İmam Səccad əleyhissalam buyurur ki, bu cür demə. İnnəmən nasu bin nasi və lakin qul. İnsanlar bir-birinə möhtacdırlar, bir-birinə bağlıdırlar. Və bu cür denən ki, Allahümmə əğnini an şirari xalqik. İmam Səccad əleyhissalam buyurur ki, bu şəkildə denən ki, ilahi, məni şər bəndələrinə, şər məxluqlara möhtac eləmə. Həmçinin İmam Əli əleyhissalam, Əmir əl-Müminin Həzrəti Əli əleyhissalam Kumeylə belə buyurur ki, ey Kumeyl, ehtiyaclı olduğunu kiməsə bildirmə. Onu gizlətməklə izzətli ol və səbirli ol. Həmçinin İmam Əli əleyhissalam oğlu Məhəmməd Hənəfiyyəyə belə buyurur ki, oğlum, sənin fəqir olmağından qorxuram. Allaha pənah apar. Çünki fəqirlik dini naqis edir, ağlı zəiflədir və düşmənlik yaradır. Həqiqətən də fəqirlik cəmiyyətdə insanı aslı hala salır. Həmçinin fəqirlik başqa rəzil xüsusiyyətlərə də yol açır. İnsanı yaltaq eləyir və yaxud da qorxaqlığa yol açır və həmçinin cəmiyyətdə əxlaqsızlığa da yol aça bilir. İnsana həmçinin pis günlər yaşadır. İnsanın həyatını çətinə salır və fəqirlik olan cəmiyyətdə hətta bəlalar da çox olur. Və yaxud da ki, başqa çətinliklər yaradır və pis növ ölümlərin artmasına səbəb olur. İmam Əli əleyhissalam buyurur ki, fəqirlik böyük ölümdür. Təbii ki, burada Əhl-i Beyt əleyhissalamdan qeyd olunan bu hədislərin hər birində və yaxud da ki, Quran ayələrində qeyd olunan ayələr buna görə qeyd olunub ki, insanlar öz təminatları üçün çalışsınlar, cəhd eləsinlər, başqalarına ağız açmasınlar. Bu, maddi fəqirlik haqqındadır. Lakin fəqirliyin başqa bir növü də vardır ki, Peyğəmbər bu növ fəqirliklə fəxr eləyir. Ona görə buyurur ki, Əl-fəqru fəxri. Fəqirlik mənim fəxrimdir. Burada Həzrəti Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm mənəvi fəqirlik nəzərdə tutur. Yəni, özünü Allah qatında heç sayaraq, özünü fəqir adlandırır Allahın müqabilində. Yəni, əbədi olmayan bu aləmdə mütləq bir zəngin varlığa, əbədi və əzəli zəngin, ғəni olan bir varlığa bağlanmağı qeyd eləyir Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləm. Yoxsa Peyğəmbər ehtiyaclı hətta kasıb deyil idi ki, Həzrəti Xədicənin mal-mülkü Peyğəmbərin ixtiyarına keçmişdi. Ondan qabaq Peyğəmbərin əmisi Məkkə böyüklərindən olubdu. Təbii ki, hər bir halda insan gərək hər bir halı ilə Allaha şükr eləyə. Hər bir halı ilə Allaha həmd eləyə. Şükür, ümumiyyətlə, minnətdarlıq hissi ilə bərabər olan bir mənəvi haldır. Nemətlər Allahın insana olan lütfüdür, rəhmətidir, məhəbbətindən qaynaqlanır. Və bunun müqabilində ağıl bunu tələb eləyir ki, nemət verən varlığa təşəkkür bildirəsən. Bu, ümumi həyatımızda da olan bir adi, sıravi bir məsələdir. Yəni, kimsə birinə hədiyyə verəndə, kimsə birinə yardım eləyəndə qarşı tərəfə çox sağ ol demək, təşəkkür bildirmək. Və unutmuşuq ki, bu bütün nemətləri, həyat nemətini Allah Taala bizə əta eləyibdir və bunun təşəkkürünü Allaha yetirmək, icra eləmək vacibdir. Başda elə insanın öz vücudu olmaqla, varlığı olmaqla, aldığı hər bir nəfəs
Allahın ona verdiyi nemətdir. Və bunun müqabilində gərək insan daim şükür halında olsun. Daim Allaha həmd eləmək halında olsun. Şükrün 3 mərhələsi vardır. Birinci, qəlb ilə şükür etmək. Yəni Allahın insana verdiyi neməti zehnə gətirərək elə qəlbdə Allaha həmd eləmək, şükür eləmək. İkinci, dildə şükür eləmək. İnsan sadəcə olaraq şükür eləyərək Allaha öz təşəkkürünü bildirir. Üçüncü isə əməli şəkildə şükür etmək. Bu da insanın Allaha şükür məqsədi ilə ibadət etməyi, təşəkkür məqsədi ilə namaz qılmağı, oruç tutmağı və Allahın buyurduqlarını əməl eləməklə insan əməli şəkildə Allaha şükür eləyir. İmam Sadiq əleyhissalam bir nəfərə buyurdu ki, Əhsinu civarən ni'am, nemətlərlə mehriban olun. Soruşdular ki, ya Resulullah, bunu deyərkən nəyi nəzərdə tutursunuz? İmam cavabında belə buyurdu. Əşşükru limənin əmə biha və əda'ə hüquqiha. İmam buyurur ki, nimət verənin şükrünü yerinə yetirin və o nimətlərin haqqını əda eləyin. Doğrudur, biz heç bir zaman Allahın bizə verdiyi nimətlərin müqabilində həmd və şükür edib qurtara bilmərik. Necə ki, İmam Səccad əleyhissalam münacat-ı şakirində, şükür edənlərin münacatında, Səhifə-i Səccadiyyədə olan duaların birindədir. O duada buyurur ki, فَكَيْفَ لِي بِتَحْسِيلِ الشُّكْرِ وَالشُّكْرِ إِيَّاكَ يَفْتَقِرُ إِلَى الشُّكْرِ. Buyurur ki, sənin şükrünü necə layiqincə yerinə yetirim ki, hasil eləyim ki, hər bir şükrün özü başqa bir şükrə möhtacdır. Allah Taala bizi həqiqi şükür edən bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.